Baxaq növbəti sualımıza. Burada bizə deyir ki, 2048 simvoldan ibarət olan mətnin informasiya həcmini 20 fərqli hərf və 5 fərqli işarət simvolları təşkil edir. Bu informasiya ən kiçik əlifba standartı ilə kodlaşdırılarsa, onun informasiya həcmi neçə kilobit olar? Baxın, ümumi mətnimiz nə qədərdir? 2048 simvoldan ibarətdir. Burada 20 fərqli hərf var və 5 fərqli də işarə. Deməli, bu cəmi neçə eləyir? 25. Yəni, bizə nə lazımdır? Bizə lazımdır ki, bir simvola düşən həcmi tapaq. Burada 25-dirsə, baxın, 25 artıq belə deyim, 2, 4, yəni üslü ifadələri keçib də, 2, 4, 8, 16-nı artıq keçib 20, 25, 16-dan böyükdür. Ona görə də 32-ni götürürük, 2 üstü şəklində. 32-ni götürürük. İndi bizə deyir ki, onun informasiya həcmi nə qədər olar? 2048 simvoldursa, deməli, bir simvol neçə bitlə kodlaşdırılır? 5 bitlə kodlaşdırılır. Ona görə də burada kilobitə kilobitə çevirmədən ötürü də yazarıq 2048 vurulsun 5. Yəni bir simvol yaddaşda bir simvol neçə bitlə kodlaşdırılır? 5 bitlə. Onu da təbii ki, bölərik neçə müəllimlər? Minimum 4'e. İlqar müəllim, kilobitə çevirmək üçün baxın, söhbət orada kilobitdən gedir. Diqqətli olaq bu misalda. Deməli müəllimə, bitdən kilobitə yoxsa baytdan? Baytdan kilobitə çevirməliyik. Baytdan kilobitə. Neçə var? Deməli 2048 5 bölək baytdan kilobitə. Bayt Bəli, baytdan kilobitə. Çevirmək baytdan kilobitə. Nazlı müəllimə, burada baytdan niyə? Bitdən kilobitə getmir ki? Çünki bir simvol 5 bitlə kodlaşdırdıq da, bunu da vurduq. Bitdən. Bəli, 2048'den vurduq da. O da biz bitlə alırıq. Bunu da kilobitə çevirəndə 220-yə bölmək lazım. Müəllim, niyə 220-yə? Çünki bitdən kilobitə 200 tona, bəli, 200 ton. Bu tip misallarda müəllimlər əvvəl deyirik. Götürün əvvəl bayt və bit hissəsini həll edin, sonra kilo hissəsinə keçin. Yəni kilodursa, ikinci hissə meqadırsa fərq eləməz. Yəni hissəyə bölünür, hissə həll edin. Birdən baxanda məsələn biraz çətin gələ bilər sizə. Orada bitlər öz yerində qalır. Kiloya keçməkdən ötürü elə birbaşa 200 tona bölərik. Bəli. Elə birbaşa bölərik 200 10. 2048-i də 200 neçə eləyər? Müəllimə 211 bölək 210. Bəli. Deyil müəllimə, bunu lövhədə yazaq, yoxsa belə alınmış. Birdən üzrü sonra lövhəyə keçin, bunu lövhədə həll edək.
Bizə deyilir ki, 2048 simvoldur. Yazırıq 2048 simvolumuzu öz yerində. 20 fərqli hərf, 5 fərqli işarə. Etdi 25. 25-i də 2 üstü şəklində göstərməkdən ötürü 2 üstü 5 nə yazır? Deməli, bir simvol burada 5 bitlə kodlaşdırılır. Buna qədər tam aydındır. Sonra bizə deyir ki, 2048 dənə simvolumuz var. Biz 2048-i də ifadə eləyərik 2 üstü 11 şəklində. Onu da vurarıq 5 bitə. İndi aldığımız cavabı kilobitlə ifadə eləməkdən ötürü kilo hissəsinə baxırıq. Bitlər qalır öz yerində. Elə birbaşa 2 üstü 10-a bölərik. Burada da ixtisar gedər. 2-ni də 5-ə vurarıq. Eləyər cavab 10 kilobit. 10 kilobit. Cavab eləyər 10 kilobit. Baxaq növbətiyə. Bir Python dilində yazılmış proqramın nəticəsini müəyyən edin. Müəlliməm, bunu mən yazmışam. 3006. D bəndi. D. Baxaq. A dəyişəninin qiymətini bölürük 1000-ə və tam qiyməti götürürük. Təbii ki, burada 3000 olduğuna görə 3-ün özü qalır. 3 vuruq 1000-ə, onda deməli üstünə 6 gəlirik. Hə, bu da eləyər 3000. Öyle 3000 də üzərinə A dəyişəninin 10-a bölünməsindən alınan qalıq. Təbii ki, o da qalıqdan söhbət gedirsə 6 olar. O da eləyər 3006. D bəndi müəllimə, mən bunu eləmişəm. Əla, baxıyoruz. Keçən növbəti savab. Mənim. Farklı maraqlı alqaritmimiz var. Müəllimə, bunu da eləmişəm. Əla. İstəsəz buyurun, izahını deyə bilərsiniz. Deməli, A bərabərdir 12, B bərabərdir 21, C bərabərdir 10. A bərabərdir 12, B bərabərdir 21, C bərabərdir 10. A böyükdür B. Yox, onda gəlir A plus 3. Deməli, A'mız olur 15. Sonra C bərabərdir C plus A. Bu da olur 22. Evet. Sonra bir də qayıdır. A böyükdür B. A'mız 15'dir. 15 böyükdür 21'dən. Yox, yenə gəlir. A'mız olur 18. C'miz olur deməli 40. Yəni 18'in üstünə 22 gəlirsən olur 40. Sonra yenə şərti yoxluyur. A böyükdür B. Yəni 18 böyükdür 21'dən. Evet. Yox. Deməli, A'mız olur 21, C'miz olur, C'nin üstə də A gəlirsən 61. Ben. Hə, 21 böyükdür 21'dən. Yox. Ben. Gəlin, A'mız olur. Deməli, A'nın üstündə 3 gəlirsən 24. C'miz də olur, deməli 65. Ben. Sonra gəlir. Yox, C'miz olur. Hə. Sonra gəlir. 24 böyükdür 21'dən. Hə, onda gəlir C'ni çap eləyir. Ben. 65'i, eləmi? Yani. Eləmişəm bunu. Müəllimə, bunu da eləmişəm. 33'ü. Deməli, 15 kiçikdir 20'dən. Yox. Hə, print A'nı çap eləyir. Sonra
32 kiçikdir 45'dən. Yox. B-ni çap eləyə bilmir. E, S, C-ni. Bir A-nı, C-ni çap eləyir. Cavab E bəndi. Bunu deləmişəm. Deməli, burada iflər alt-alta iflər. Alt-alta if olduğuna görə şərt ödəsə də, ödəməsə də bunlar eyni hüquqludular. Ona görə iflərin hər ikisinə baxırıq. Dəyişik salmayaq. LC-yə baxmırıq. LC-yə nə vaxt baxa bilərik? Sonuncu if ödəməzsə LC-yə düşür. Bəli, ödəmir də o. Bəli. Yəni misal 32 45-dən böyük ola bilməz axı. Bəli, yəni misalın qaydasına baxın. Misalın əsas gedişatını biləndən sonra, yəni rəqəmləri fərqli versələr də imtahanda bu tipi həll edə bilərik. Məmnun. Əgər başa düşülməsə soruşa bilərsiniz, yəni. Fərqdən izahına baxaq. Bir adresinin şəbəkə nömrəsini müəyyən edin. Müəllimə, burada 16-13-ü götürmüşəm. Bilmirəm, səhv götürmüşəm, düz götürmüşəm. Baxaq. Burada müəllimlər, şəbəkə nömrəsi deyəndə nə başa düşür? Necə? IP ünvan nədir? Necə müəyyən olunur? Məsələn, bizim hər birimiz modem istifadə edirik evimizdə, düzdür? Ev olsun, məktəb olsun, iş yeri olsun, hər yerdə modem istifadə olunur. Bəs burada hər bir modemə bildiyimiz kimi unikal IP ünvanı verilir. Hər bir IP ünvanında özünün nəyi olur? Yəni, bənzərsiz olur, özünün nömrəsi olur. Heç bir bir-birindən oxşar deyil. Unikal olur, unikal. Bəli, unikal olur. Bəs şəbəkə nömrəsi deyəndə nəzərdə tutulur? Şəbəkə nömrəsi deyəndə nə başa düşürük? Şəbəkəni nömrələmək. Bu düzü, belə deyim, sərbəst kimi verilir. Amma yenə də biz şəbəkə nömrəsini bilsək yaxşı olur. Deməli, şəbəkə nömrəsi həmişə qovşaq nömrəsi kimi götürülür. Qovşaq nömrəsi ilə bir istifadə olunur. Yəni ki, ümumi URL-dən, yəni bizə müəllimlər interneti paylayan şirkət necə adlanır? Nə adlandırdıq bizə interneti paylayan şirkəti? Provider. Bəli, providerlər vasitəsilə bizə verilən unikal ünvanlardır. Bunlar hər biri. Və 2-2 ayrılır, 2 hissəyə ayrılır. Ona görə də orada biz ayrılma ünvanını 2 hissəyə ayırırıq. Bu saniye mən ekranı paylaşım.
Baxaq, 35-ci sualda deyir ki, Python proqramlaşdırma dilində müxtəlif riyazi funksiyalardan istifadə etmək üçün hansı model əlavə olunur? Bəli, o 35-də deməli Y bəndidir, axırıncı. Mat. Bəli, modullar nədir? Müəllimlər? Ola bilər bizdən soruşurlar ki, modullar nədir? Orta məktəbdə də keçirik. Modullar proqramın ümumi Python proqramlaşdırma dilində, modullar yalnız Pythonda var, digərlər proqramlarda yoxdur. İmkanlarını artırmaq üçün Nazan, istifadə olunur. mən 34'ü başa düşmədim. O şəbəkə nömrəsi deyəndə necə götürə bilirik biz? Yəni müəllim, biri var, şəbəkənin IP ünvanının özü götürürlər. Bu bütöv şəkildə yazılır. Bir də var ki, şəbəkənin nömrəsi götürülür. Şəbəkənin nömrəsi sizə internet paylayan şirkət ki var, onun sizi üçün ayırdığı bu xətt ki, məsələn, hansı qəsəbə olsun, rayon olsun, şəhər olsun, hansı hissəyə ki xətt ayırır, həmin o şəbəkənin nömrəsidir, şəbəkə nömrəsi. Onu bilmirəm. Amma onu necə təyin edə bilirik, onu bilmədim. Amma məsəl üçün 176 biz bilirik ki, ümumiyyətlə IP ünvanlar 0-255 arası olur da bu belə. Və 4 hissədən ibarət olur. Amma burada deyir ki, şəbəkənin nömrəsini müəyyən edin. Mən onu necə təyin edirik? Bir dəqiqə, cədvəli atım sizə, cədvələ uyğun müəyyənləşdirilir. Bir dəqiqə, cədvəlini də atıram qrupa, oradan öyrənim. Götürməm, eyb yox. Dərsdən sonra atacağım, çünki gərək middən çıxaq da vaxtımızı itirəcək. Deməli, müəllim, burada ünvanı təyin etmək üçün bir dənə qayda var. Qaydamız nədir? Biz yalnız, belə deyim, gələn və gedən xəttlərə uyğun nömrələr müəyyən edirik. Ona görə də iki hissəsi götürülür. Əvvəldən domen ad deyil, yəni IP ünvan deyil, IP ünvanın 2 dənə hissəsi götürülür. Bax, burada variantda digər hissələrə isə 00 yazırıq. Digər hissələri yazırıq adını. Amma sadəcə olaraq 0-0 ifadə edirik. Yəni, şəbəkə nömrəsi bir sözlə. Onda dilbəndə olur da bu. Bəli, yəni bir sözlə. Əvvəldə gələn iki hissədir. İndi onun tam şəklini atacağım dərsdən sonra qrupa. Orada şəkillə daha qəşəng izahla göstərilir, yəni xəttlərlə. Belə deyim, birinci, ikinci hissə. İki hissə bir yerdə. Birinci hissə bizə ötürülən informasiya, yəni bizə göndərilən xətt, belə deyək. İkinci hissə isə bizim göndərdiyimiz informasiya, ikinci xəttdir. Ona görə də şəbəkə nömrəsi, hər iki şəbəkənin nömrəsi birinci göndərdiyimiz informasiyanın və yaxud da qəbul etdiyimizin, ikinci isə əksinə. Həmin, belə deyim, şəbəkələrin nömrələridir. Üçüncü, dördüncüdə isə 00 yazılır. Yəni, qaydası budur. Bir dənə elə yadda saxlayın. Yəni, birinci, ikinci hissə götürülür, üçüncü, dördüncü hissələr isə 00 şəklində yazılır. Yəni, bunun qaydası budur, yazılışı budur. Bunun da səbəbi odur ki, burada ötürülən və qəbul edilən informasiyanın ünvanı göstərilir. 36-da deyir ki, hansı tek veb sayfəyə ayrıcı üfüqi xətt çəkmək üçün istifadə olunur? Hansı idi mənlər? Müəllimə, burada Y bəndi, etibar. Bəli, HTML teqidir. HTML teqi fikir verirsiniz, açılıb bağlanan teq deyil. Yəni, sadəcə onun, belə deyim də, elə teqlər var ki, açılan teqlərdir, onun bağlanma hissəsi yoxdur, yazılmır. Amma elələr də var ki, baxın, TR teqi. Onun TR teqi iki hissəlidir.
Ama haşiyyətdəki yalnız bir hissədir. İkinci hissəsinə ehtiyac yox. Tamam. Yani. Müəllimə 51 deyir, o yanı bu yanı yoxdur. Haşirə baxdıq, bunlara baxdıq. Az sualımız qaldı. Müəllimlər 11-ci sinif kitabına baxmalıydıq. Yazmısınızmı 11-ci sinif kitabının 2 bölməsini, 3-cü, 4-cü bölməsinin suallarını? Yəni aramızda yazan kimsə varsa müzakirə edək. Ya, Ben ümumiyyətlə 11-ci sinifin arxasında olan testləri işləmişəm. Orada düzdür, çətinliyim olubdu, amma getməyib. hamısına baxmısınız. Əla. Bu dərsdə orada ümumiləşdirici tapşırıqlar var. Onlara inşallah baxacağıq. Bunları bitirək də bir sualımız 40-cı sualda. Bunları bitirək onlara bax. Məlumat 2048 simvolu minimal əlifba standartı ilə kodlaşdırılmışdır. Bu məlumat ASCII standartına keçirilən zaman informasiyanın həcmi 6 kilobayt azalmışdır. Məlumat neçə simvoldan ibarətdir? Əvvəlcə məlumat kəsi bağlı baxaq. İlkin məlumat 2048 simvoldur. Simvolu minimal bir əlifba standartı ilə kodlaşdırılır. Tamam, ne dersin? Bunu dünənləri eləşdik. Demin 24'tü de bu. Bu misalı Bəli. düzdür. İstər video kayıtda var. Baxa bilərsiniz. Bəli, vaxtınızı itirməyin. Deyir, mənim baxmaq istəsəniz Məni bağışlayın, mən də dərsdə iştirak edə bilməyəcəm, mən kayıt eləyərsə videonu. bəli, kayıt olun. Globus, globus müəllimə, burada globus. Bəli. Globus maddi modelli. Çünki onun materiya, Özünü görmək olur müəllimə, əllə toxunmaq olur. bəli, bir növ materiya malikdir ona görə. Bəli. Maddi model gözlə görünür, əllə də toxunulur. Və xüsusi formaya malik olur. Materiya malikdir. Bəli. Baxın. Müəllimə, burada da alt logoda da müəllimə C bəndi deyil, səhv. Müəllimə, Bəli. C bəndi deyil, Cəllabad. Bəli, bəli. Çünki mənim səhvimə operatoru öndə yazılmalıdır. Bəli. Hə. Müəllimə, belə olsa, and olsun Allaha yazmaq olar. Belə lap 35'in yox, 40'ın da yazmaq olar. İnşallah, müəllim. Əminəm ki, siz çətin suallarda yazarsınız. Hə, bu 35'e köhlənmişəm. Ancaq az istəyir, gərək az istəyəsən ki, çoxu da əldə eləyəsən bunu. Baxaq.
Burada 1-dən 15-ə qədər dövr edirik. Hansı Müəllimə, burada da eləmişəm. 6 addım? İzah eləyin yoldaşlara. Ancaq burada cavab 1, 7, 13'dür. Niyə? Deməli müəllimə, 1, 6 addım, 7, bir də 13. Yəni o 6 addımdan o qiymətlərdir. Sonra deyir print X-i çap elə. Bəli. Dövrün Hə. içərisindən, bəli, print dövrün içərisindədir. X plus X isə dövrün sonudur. Ona heç baxmırıq Sərbəst. müəllimə. Bəli, 6 addım. Çünki Bəli, bəli. çünki müəllimə o printdən sonra deyir ona baxmırıq. Bəli. Deməli, hansı qiymətləri çap edirik? 1, 7, bir də 13. 7 əla. Bəli, 13 qiymətləri çap edirik. Yəni burada x-in üzərinə x əlavə etmək. Baxın, dövrün sonunda olduğuna görə biz bunları həmin həll etmirik də. Yəni bu artıq dövrdən çıxır proqram və x-in üzərinə x əlavə edir. Amma ki, yəni onun heç bir əhəmiyyəti yoxdur, artıq çap olunmuşdur. Belə deyil də, şagirdin qiymətini yazmışıq, gedir sabahsı gün dərs daha qəşəng öyrənib gəlir. Onun nə əhəmiyyəti var ki, artıq qiyməti yazmış. Buradan elmiş. Bəli, tamam. Daha sonra. Birinci soru. Demiyorum. İlk kontrol home düyməsini kliklədikdə kursor yerini hara dəyişər? Kontrol home. Heç cavab verməyən müəllimlərimizdən. Nizam müəllim, zəhmət olmasa 41-in cavabını deyin. Necə yazmışsınız 41-i? Səfərin əvvəl hemen Axşamınız xeyir müəllim. Bunun variantları yoxdur müəllimə. Var variantda, o şəkildə düşmür bir daha. səfərin əvvəlinə qayıdır da məncə bunu burada. Kontrol home. Hə, o bizim şəkildə düşmür. Bir dəqiqə. Deyilmiş. Şimdi orada biri səhifənin əvvəlidir, biri cari səhifənin əvvəlidir, biri oxu yazının əvvəlidir. Hətta sondur, biri sona gedir, bir də oxu səhifənin sonuna gedir, bir də yazdığın yazının sonuna elə belə bir şeylər var. Bu əvvələ gəlir, əvvələ. Sənədin əvvəlinə, səhifənin əvvəlinə. Səfərin əvvəlinə olur da burada bir vəzifədir. Bəli, yəni səhifənin əvvəlinə. Yəni ki, söhbət burada Burada səhifədən gedir da müəllimə. bəli. Yəni hal-hazırda işlədiyimiz səhifədən də belə deyim. Bəli. Bəli. Devam edelim. İkinci sualda bizə deyir ki, mətn verilmişdir. Burada deyir A-dan G-yə qədər işarələnmişdir. Həmin failin ünvanına göstərilən hərflərin ardıcıllığını yazın. Müəllimə, necə yazmışsınız bu misalı? Zəhmət olmasa deyin. Müəllimə, mən birinci çiğini yazdım. Hə, ya qoy müəllimə yoldaşlar desin. Müəllimə. Müəlliməm, mən orada fayla diqqət elədim, şərtin içində. http.met faylıdır da. Oradan başa düşdüm ki, fayl ən sonda gəlməlidir. Yəni http.met. Bu da sonuncu kodumuz olacaq CY. Ona əsasən də C variantını götür. Əla. Bəli.
Uşaq kimi. Bəli. Deməli, burada hansı qaydada yazılır? C variantını qeyd edirik. Böyük ehtimal bu tip sual düşər. C variantını qeyd edirik. Birinci yazırıq FTP, yəni ötürülmə protokolunu. Sonra 2 nöqtə, sonra TFT. Deməli, C-ni yazmısınız? Müəllim, o elə getməli deyil axı müəllim. Niyə? Ben B bəndini yazmışam. Bu bəndi Bakı. Baxaq. Bilmirəm düz Bakı bəndini yazmışam. Bilmirəm düz. Bəli, elə olmalıdır da İlqar müəllim. Çünki birinci gəlməlidir HTTP, sonra 2 nöqtə, 2 flash. Bəli, bəli, belə Bu olmur. üzərinə getməlidir, bəli. Mən dedim də B bəndini yazmışam. Bakını. Orayı mən dedim birinci C-ni yazmışam. Tam müəllimə dedim qoy desin. BTP, baxın budur, B variantı. Yəni düzgün cavab B uyğun gəlir. Mən siz də düzəldin, dəftərinizə qeyd edin. Sonra Y, yəni nöqtə net. Sonra F, onu yazdıq. G, D. G, D. TFT nöqtə com. Belə. Düz bəs qarşılığındandır. Bu B. Müəllimə variant biz götürmüşdü axı, səhv çıxmamışdı. Sizlə elə ardıcılıqla yazanda düzgün gəlmir axı. Müəllimə variant da yəni səhv götürməmişdi, ona görə də. Elə mən düzəldim, hamısı cavabda düz verməyiblər, amma yəni o uyğun gəlmir. Müəllimə burada Python'da burada bir-birinə vurduq da müəllimə burada. Birdən 4'e qədər götürürük. Sonra 3'e vururuq, sayırıq, çap eləyirik. Yəni neçə dənə oldu? Sayırıq, çap edirik. 4 dənədir. Onu da 3'e vururuq, eləyir 12. 4'dür. Yəni burada heç durup da buradan seçməyə ehtiyac yoxdur. Aydın ki, burada 1, 2, 3, 4 olar. 4 də vurarıq 3'ə 12 eləyər. Eləyir 12. Mən eləmişəm bunu. 12, elə birbaşa 12 seçə bilərsiniz. Yəni götürüb də buradan bir saymağa ehtiyac yoxdur vaxt etkisidir. Yox, müəllimə, mən 4 hesablayıb vurmuşam 3'ə. Birbaşa götürməmişəm. Əla. Müəllimə, 44'də də 1'dir, A bəndi. Baxaq. Əvvəl baxırıq, bilirsiniz də, əvvəl inversiya, inkar yerinə yetirilir. İnkardan əvvəl mötərizənin içərisinə baxmalıyıq. Deyir ki, x böldü 2-dən, x'iniz axı 3'dür. Deyir ki, hə, ödəyir şərt. 1 vurulsun. Burada isə deyir yenə x böyükdür mü 3'dən? Bu 0'dır. 1 0'a vuranda 0 edir, 0'ı da inkar edəndə bizə 1 verir. Mötərizənin içərisi bizə 1 verir. Deyir 1. Bu gülümsəmə toplamadır. Artı toplayırıq. Yəni ki, birləşmədi. X kiçikdir mi 5'dən? Deyir ki, hə, ödəyir şərtimiz. Ona görə də 1, yəni turu çap olunur. A bəndi. Bəli. Müəllimə, bu ifadə Python'da yazılsaydı turu götürəcəkdi, yoxsa 1 götürəcəkdi cavabı? Müəllimə, turu. Python'da 1 yoxdur.
Yəni məntiqi ifadədə bir deyilən bir ifadə yoxdur. İnformasiya inqilabının mərhələləri. Dedi ki, səhv eləmirəmsə, 6-cı, 7-ci kitabda var informasiya inqilabı. 4 mərhələdən Müəllimə, burada telefon ixtirasıdır. Bəli. Birinci informasiya inqilabı təbii ki, yazının meydana gəlməsi oldu. İkinci, kitab çapı. Üçüncü, elektrik. Dördüncü isə mikroprosesorların ixtirası idi. Amma telefonun ixtirası ait deyil. Aşağıdakı şəkildə A və B məntiqi ifadəsinin doğruluq sxemi verilmişdir. Müəllimlər, yəqin ki, biz doğruluq sxemini həm Venn diaqramı ilə, həm ümumi yazılışla 5 məntiqi əməl, 5 ilə də əzbər öyrənmişik, düzdür? Bir dənə bu Venn diaqramlarında rəqəmlər olur. Məsələn, A neçə, B neçə, sonra A and B neçə. Bir dənə ona aid tapşırıq həll eləyərsiniz də zəhmət olmasa. Mesela bir A 300, B 400, A and B 200. Orada mesela C'nin 8'den. Bildim hansılar. Bağlayacağım. Burada. Bilirsiniz, bəli, hansı tip misallarda onlar, siz dediyiniz misallar, onlar düsturla həll olunur adətən. Yəni, adətən düsturla yazılır. Gələn dərsə mütləq baxarıq bu mövzuya. Yəni, Venn diaqramı ilə olan misalların həllinə. Bir müəllimlər, bizim qrupda, belə deyim, müəllimlərimiz ən çox nədən çətinlik çəkir? Bir Venn diaqramı ilə olan düsturların həllindən çətinlik çəkirik. Bir də, yəqin ki, hər biriniz razılaşarsınız, diaqonalın həcminin tapılması. Neçə diaqonaldır və yaxud da neçə düyümdür. Yəni, bilirəm ki, onların həlində çətinlik çəkirik. O yüzden bir dərs ona çalışacağım ayrım. Misal, mən məsələn, səsin Müəllimə, elə olanda çıxın təzədən girin Zoom-a. Onda səsin fon verməsi düzəlir. Heç deməyəm müəllimlərimizdən. Misalın izahını bax. Yaz müəllim, deyə bilərsiniz misalımızın izahını? Bu hansı məntiqi misal? Burada deməli belə olur da. Deyir ki, aşağıdakı A və B məntiqi ifadəsinin doğruluq sxemi. Doğruluq sxemi burada A-nı inkar verirsə, A-nın inkarı belə deyək də, içi qara olacaq, o da B-yə bərabər olacaq da. Yəni burada B variantı olur. Bəli. Çünki inkar edir.
Əslində, baxın, məntiqlə fikirləşəndə əslində Bana inkar verir da. Yani A'nın tip A'dır da. A'nın inkarı 2 bərabər olacaq. O da B'ye beraber olacaq da. Yani o bəli, ben el düşünürüm. düzdür mən. A-nı inkar edirik. Baxın, A-nın elə bil ki, belə deyim, bu vurmadır da. Elə bil ki, A vurulsun, B-dir. Vurma nədir? Baxın, əmlər, toplama nədir, vurma nədir? Bax, belə çəksək, bax, səliqəsiz alın. Bax, bu xətlə, bu vurmadır. Vurma nə deməkdir? Hər ikisinin də ortağı. Bax, bu vurma qoludur. Hər ikisinin də ortağı. Burada da baxın, əslində burada hər ikisi rənglənməlidir. Belə hamısı rənglənməlidir. Burada A-nı inkar elədiyinə görə bu hissələr A rəngdədir. Yəni inkar olduğuna görə B variantını seçirik. Burada rəng A inkar etdiyinə görə bura A rəngdə rənglənibdir. Amma normalda hamısı ümumi rəngli olmalıdır. O çətinliyimiz varsa mütləq baxın. 11-ci sinif dərslərində. Bu 7-ci sualımızda mətn sənədinə nəyi əlavə etmək olmaz? Müəllim, mətn sənədinə Müəllimə, audionu da, yəni səsi. Onu görsəmirik müəllim ekranda. deyirəm mən, o sualı istədim ki, səhvli keçək. Deməli, mətn sənədində, bəli, qrafik, yəni şəkil əlavə edə bilərik adi Word proqramında. Cədvəl də çəkə bilərik Word-da. Niyə də çəkməyək ki? Səs qoya bilmərik. Bəli, mən cədvəllərin əksəriyyətini Word-də çəkirəm. Bəli, səs necə yerləşdirə bilərik? Heç cürə mümkün deyil. Diaqram da təbii ki, ədəddə yaza bilərik. Hər birini edə bilərik. Word-dən müəllimə cədvəldə işləmək Excel-dən hətta rahatdır. Bəli, mən özüm. İstədiyiniz sətirləri daxil edirsən də. Bəli, mən özüm. Excel-də belə hesablamadır da əsasən, ancaq cədvəli Word-də də daha asan çəkmək olur. Sadəcə orada Excel-də elə ki, mühasibat işləridir də, hesablamadır. Sırf hesab işi görəndə rahatdır Excel. Yəni hesab işi etmiriksə, düzdür, bəzi əksər məlumatlar Excel-də yığılır, amma yenə də Word daha rahatdır. Məşhur müəllimlər, düsturumuz. Ümid edirəm. Müəllimə, burada 2 qat inkarı. D bəndi, dəniz. Bəli, inkar 2 qat inkardır. Bəli. X-imiz 26-dır, N-imiz də sətr tipindədir. Bir nə qədər ki, X 5-dən böyükdür, dövr edək. Və sonunda print N-i çap edək. Deməli, burada müəllimlər neçə dəfə dövr eləyək? Müəllimə sətir almışam. Baxaq dövrəlim. Yazaq. Deməli, birinci dövrümüzdə X-dən müqayisə edir. X dəyişəninin qiyməti 26-dır. Burada deyirik ki, birinci dövrdə 26 böyüdür 5-dən. Deyirik ki, hə. Y-əm X-in 3-ə bölünməsindən alınan tam qiyməti. Yəni ki, 8-i sətr tipində mənimsədir. Qarşısında STR var. 8-i sətr tipində mənimsədir.
Y-in üzərinə n-i əlavə edirik. Yəni y-dən neçə aldıqsa n-in üzərinə əlavə edirik. Yəni 8. Sonra baxırıq. Bir x-i 5-ə bölünməsindən alınan tam qiymət. Bu da təbii ki, bizə 5-i verər. 5-i də int tipində yazılır. Yəni normal 5 yazılır. X-in qiyməti artıq 5-dir. Nə yaxşı, bir dəfəyə dövrdən çıxırsınız. İkinci dövrdə deyirik x böyükdür mü? 5-dən. Yəni x-imizdə 5-dir. 5 bölünür mü 5-dən? Böyük yox. Böyük deyil, axı bərabərdir. Ona görə artıq dövrdən çıxmış oluruq və n-imizin qiymətini götürürük. N-imizin sonuncu qiyməti. Burada da n-imizin sonuncu qiyməti təbii ki, sətr tipində 8-dir. Bu qədər sadə, çox sadə misaldır. Yəni sadə varlara aid olan misaldır. Baxaq sonuncu misalımız necə. Elektron poçt ünvanı ola bilməz. Baxın əmlər, elektron poçt ünvanı hansı qaydada yazılmalıdır? Nizam müəllim, zəhmət olmasa izah edin əlində sualımızı. Ola bilər deyir, müəllimə. Poçt ünvanı ola bilər. Hə, üzr istəyirəm, ola bilər. Mən o qədər bunlara bilməz həll eləmişik, yenə bilməz dedim. Bəli. A variantı. En büyük problem ben de akla kimi okumuram sualları. Necə? Deyirəm, mən də en büyük problemim odur ki, sualı axıra kimi okumuram, görüm məndən ola biləri soruşur, ola bilməzi soruşur. Ümumiyyətlə, söhbət bu sualdan getmir. Ümumiyyətlə, mən də elə bil... Bəli. Variantı da olmaz da. Eynən, diqqətsizlik. Bəli, A variantı. Niyə müəllim A variantı, digər variantları seçmədi? Digər variantlarda çünki o birinci əd işarəsi olmalıdır mütləq şəkildə. Əgər elektron poçt ünvanı varsa əd işarəsi olmalıdır. C variantı ümumiyyətlə uyğun deyil. Əd işarəsinin bir dənə olmalıdır. Y variantında 2 dənə boşa qoyulur. D variantında arada probel qoyulur. B variantında da ardıcıl hərf düzülür. Ayrışdıq yoxdur. Domen adı yoxdur. Gimal və salam. Allah. Bəli. Şimdi baxaq müəllim. 11-ci sinifimizdə. Baxaq 11-ci sinif. Müəllimə, bugün sınav atacaqsınız. Bəli, müəllim. Zəhmət deyilsə, axşam vaxt atında elə sabah, çünki vaxtım olmuyor da işləməyə. Düzü istədim, indi atam, indi baxaq sınağa, amma fikirləşdim ki, bunun izahını tam bitirək, həm də ki, 11 sinif kitabında biz baxmadığımız hissələr qalıb. Onlara baxaq, fikirləşdim. Dərsin sağlaşandan sonra otacaq, həll edərsiniz. Nəticəni mütləq qrupla bölüşərsiniz. Başa düşmədiyiniz sual olsa, yenə atarsınız. Tamam, paylaşım.
qurğuları mən qrupa atmışdım. Yəni ki, hər birini oxumuşuq. Bir də süni intellektdə Turing sınağı var idi. Nədir müəllimlər Turing sınağı? Turing hansı qaydada sınaq keçirmişdi? Və o nəyi müəyyən etməyə çalışırdı? Hansı ki, süni intellektlə bağlı hal-hazırda müasir dövrdə soruşulan məsələlərdəndir. O süni zəkanın insan zəkasından fərqini araşdırırdı və bilmək istəyirdi ki, həqiqətən də verilən suala süni intellekt, yəni süni zəka daha çevik və qaydasında cavab verir, yoxsa insan? Və onun eksperimentinin nəticəsi nə oldu? İnsan daha yaxşı cavab verirdi, yoxsa süni intellekt, yəni süni zəka? Hansı ki, müasir dövr, indi hal-hazırda istifadə edirik. Alan Turing belə bir sınaq keçirmişdi. Onun öz adı ilə də Turing sınağı adlandırırdıq. Təbii ki, burada o gördü ki, süni zəka, süni intellekt yox, insan təbii ki, daha dəqiq cavab verir. Məsələn, süni intellekt ola bilər bəzi hissələri unudur, demir, diqqəti yetirə bilmir. Amma insan daha diqqətli şəkildə ifadə edir fikirləri. Baxaq birinci sualımıza. Dil OSI modeli hər birinin öz funksiyası olan 4 səviyyəli şaquli struktura malikdir. Düzdür, müəllimlər, OSI modeli 4 struktura malikdir. Hansıydı bu struktur? Xeyr, müəllimə, xeyr. Hansıydı OSI modelinin strukturları? Müəllimə, o ana səviyyəsi, seans səviyyəsi, nəqliyyat səviyyəsi, onları demişsiniz. Bəli. Yox, ay müəllimə, o 7 səviyyədir. Bəli. Ən kiçik səviyyəsi, həmişə soruşulur, summativlərdə uşaqları həll elədirik. Ən kiçik səviyyəsi hansıdır? Təbii ki, fiziki səviyyə. Fizikidir, seansdır, səviyyələr çoxdur orada. Ən kiçik, ən aşağı səviyyəsi fiziki səviyyədir. Nəqliyyat səviyyəsində göndərən kompüterdə böyük verilənlər, bloklar daha kiçik paketlərə bölünür və lazım olan ardıcılıqla alan kompüterə göndərilir. Alan kompüter, yəni informasiyanı qəbul edən kompüter. Kompüterdə paketlər yenidən ilkin verilənlər bloklarına yığılır. Sizcə bu mühakimə doğrudurmu? Təbii ki, doğrudur da. Nəqliyyat səviyyəsində göndərilən məlumatlar hissələrə bölünərək qarşı tərəfə göndərilir. Elə təsəvvür edin ki, bu sizin bir sualınızdır. Ethernet arxitekturasında verilənlərin koaksial kabellər vasitəsilə ötürülür. Əlbəttə ki, Ethernet texnologiyasında verilənlər kabellər vasitəsilə ötürülür, yəni pasiv avadanlıq. Bu pasiv şəbəkədir. Bas Ethernet standartlarında verilənlərin ötürülmə sürəti 100 megabit bölünsün saniyədir. Düzdür müəllimlər? Bəli, ən sürətlidir və 100 megabitdir. Simsiz şəbəkə, deyərsən oxumamışıq. Simsiz şəbəkələrdə kompüterlər heç bir ümumi qrup olmadan bir-birinə bağlanır. Bəli, bunlarda heç bir ümumi qrup olmadan kompüterlər bir-birlərinə bağlanır. Açıq sahədə olan Wi-Fi şəbəkələrində əksər qurğuların təsir məsafəsi təxminən 500 metr, qapalı yerdə isə 1000 metrdir. Bu da doğrudur. Mobil rabitə hücrəsəl rabitənin bir növüdür. Düzdür müəllimlər, mobil rabitə hücrəsəl rabitədirmi? Bəli, müəllimə. Bəli, bunları bilmiriksə, mütləq qayda dəftərinizə yazın. Bunlar, yəni mobil rabitə, mobil telefonlar görün nə qədər istifadə edirik. Yəni, bu sual konkret soruşula bilər. Deməli, necə oldu? Mobil rabitə hücrəsəl rabitənin bir növüdür. Sonra bloklarda yazılar tərs xınırıcı ardıcılıqla çeşidlənir. Yəni, son yazı ən yuxarıda olur. Xeyr, əksinə, bloklar düzgün istiqamətdə ötürülür yazılar. Elə olsa, biz onda aldığımız məlumatları tərslə oxumalı olarıq. Cümlələrdə buraxılmış yerləri uyğun ifadələrlə doldurun.
şəbəkədəki kompüterlərin qarşılıqlı əlaqəsi ardıcıllığını tənzimləyən qaydalar və prosedurlar toplusu nə adlanır? Nə adlanır müəllim? Protokol. Əla iqamət, bəli. Nəqliyyat səviyyəsi hansı prosesi başa çatdırır? Nəqliyyat səviyyəsi. Ötürməni başa çatdırmır. Bəli, informasiyanın ötürülməsi prosesini başa çatdırır. Əla. Nəqliyyatda adından görüldüyü kimi şəbəkə arxitekturası dedikdə işlək şəbəkənin qurulması üçün xüsusi inanın ki, 10-11 dərsliyi bizim aşağı sinifdəki dərsliklərdən qat-qat asandır. Bir dənə diqqətlə oxumaq lazımdır. Şəbəkə arxitekturası dedikdə işlək şəbəkənin qurulması üçün sizcə nə zəruridir? Müəllim, işlək şəbəkənin qurulması üçün avadanlıqlardır, nə? Kabellər, birinci hissəyə Avadanlıqlar. bəli, adlarını deyək. Və ikinci hansı havadanlıq var ikinci? Var aktiv avadanlıqlar, müəllimə, var pasiv avadanlıqlar. Bəli. Bəs nələrin toplusu nəzərdə tuturlar? Yəqin ki, kabeldir, ondan sonra. Bəli, texniki avadanlıqların toplusu nəzərdə tutulur. Ethernet arxitekturasında şəbəkənin maksimal uzunluğu nə qədər ola bilər? Baxın, bayaq burada baxmışdıq. Burada baxdığımız Ethernet arxitekturasına, baxın, burada baxdığımız idi. Fast Ethernet standartında verilənlərin dil ötürülmə sürəti 100 megabitdir. Eyni sualdır. Müəllim, bu təzə dərsliklərdəndir. Bəli, müəllim, təzə informasiya. Köhnələrdə yox idi, ona görə Yox. təzələr Mütləq alın, baxın. Yəni, diqqətli oxusaz bir dəfə kitabı, inanın ki, tam başa düşəsiniz. Çünki həqiqətən asandır 11-ci sinif mövzusu. Amma siz, yəni, müəyyən səbəblərdən tədris eləməyikdir, ona görə bizə çətin gəlir. Müəllim, bir də bir sual verim, olar. Bəli. Mən şəxsən görməmişəm. Mən görmədiyim şey haqqında da danışmıram. Mən təzəlikcən dərs çəkmişəm, özüm də inanmadım. Ancaq dedim, uşaqlara da dedim ki, bax uşaqlarım, mən deyirəm bunu, ancaq mən inanmıram. Sadəcə kitablarda yazıb deyim, mən deyirəm bunu. Deyir ki, Wi-Fi 100-150 metr əhatə dairəsidir, buna inanmadım. Qapalı otaqda isə 20 metrdir, buna da inanmadım. Sonra deyir ki, əhatə dairəsinə görə deməli, Wi-Fi-in bu çatışmamazlıqlarını WiMAX yerinə yetirir. Daha doğrusu aradan qaldırır. WiMAX-ın əhatə dairəsi 25-80 kilometrdir. Mən inanmadım, görməmişəm, yalan deyənmərəm, imanımı yandıranmaram. WiMAX elədir. Mən Amma mən görməmişəm. əhatə dairəsində inandırıcı gəldi. Mən də Mən də o xüsusi idarələrdə, xüsusi şirkətlərdə istifadə olunur. Bizati məktəbdə işləmir. Ona görə hiss eləmək. İlqar müəllim, növbəti sualı deyil. Görürəm ki, bir dənə siz daha yaxşı bilirsiniz. 11-ci. Mən də siz bağlayın, xahiş edirəm. Əla. Müəllimə, nə bu dediniz, sualı eşitmədim. Gəlin davam eləyək oxumağa. Deyir, hücrəsəl sistemin əsas elementləri bunlardır. Hansılardır müəllimlər? Hücrəsəl sistemin əsas elementləri. Abonent avadanlığı, yəni ki, mobil radiofonlardır. Orada müəllimə, mobil şeylərdə gedir də onlar. Bəli, xidməti ərazidə yerləşmiş baza stansiyalardır bir də. Şimdi onu axın qrupa, axın mütləq qəşəng bir şey öyrənin. Baza stansiyalar var, ondan sonra kommutatorlar var. Nədir kommutatorlar? Müəllimə, o baza stansiyalarını elə belə deyək də,
Kommutator bir növ ateist deyilən bir şeydir də. Yəni ateist mən belə başa düşdüm ki, o elə bir ki, mənə elə gəlir ki, müəllimə gücləndirici kimi bir şeydir də. Yəni əhatə dairəsinə bir növ əhatə dairəsində nə bil nətər izah edeyim, bilmiyorum. Kommutator birləşdiricidir. Şəbəkələri bir-birinə birləşdirir. Ədəd şəbəkə arasında əlaqə yaradır. Elə bir şeydir. Bəli. Mən də qrupa atdım. O məlumatı qəşəng-qəşəng oxuyarsınız. Hücrəsəl şəbəkə nədir? Hücrəsəl sistem nədir? Bunların hər birinin izahı orada şəkillərlə verilibdir. Qəşəng-qəşəng oxuyun. Yəni, qayda dəftərinə qeyd edin, öyrənin. Yəni, 11 sırf mövzusudur. Böyük ehtimal ki, düşə bilər bizə. Üçüncüdür, blok ilə adi gündəlik arasında hansı fərq var? Yəni, blok nədir? Blok deyilir, nəzərdə tuturlar. Müəllimə, blog deməli məzmunu müntəzəm dəyişən veb-saytdır. Əla müəllim, əla, bəli. Məzmunu gündəlik dəyişən veb-saytdır və onu da deməli idarə edən adam adlanır bloger. Əla. Hansı ki, bənlər biz siz nətər blog etsə yad gəlməsin ki, bu görənə adi demişsiniz blogerlər, YouTube blogerlər. Görürsünüz, YouTube blogerlər də var, web sayt blogerlər də var. Yəni onlar sırf bu sahələrlə məşğuldurlar. Hər hansı bir, məsələn, məhsul olsun. Hansı məhsul deyək? Təhsil sahəsində, məsələn, təhsil avadanlıqları reklam edən bir dənə bloger var. O neyini? Özünə bir dənə sosial şəbəkə götürür. Ən birinci reklamdan başlayır blogerin işi. Düzdür? Biri var adi gündəlik. O deməkdir ki, yəni ki, məsələn, adi dedim, əyani biznes insandır. Məsələn, nəsə alır, ticarətlə məşğul olur. Amma bloger fərqlidir. Bloger reklam işi ilə sırf işini görür. Məsələn, YouTube'da sosial şəbəkədir. YouTube'da bir dənə kanal açır, orada məktəb ləvazimatlarını başlayır reklam etməyə. Bu artıq blogerdir. Aydındır. Adi bizim tanıdığımız blogerlər söhbət gedir, yəni uzağa getməyək. Blog, bloger. Blog. Hansı şey görürdü blog? Mütəmadi olaraq. Müəllimə, deməli məzmunu müntəzəm dəyişir, xəbər verir də. Bəli. Yəni nədən xəbər verir? Yeniliklərdən xəbər verir. Nə yeni varsa onu artıq biz üçün elan edir. Belə. Onda müəllimə bizim o sosial şəbəkələrdə izlədiklərimiz bloger sayılmır. Məsələn, gündəlik həyatlar bir şey deyil. Bəli, onlar da bloger. Görürsünüz, gündəki günə vaxtaşırı deyək də, yeni məlumat yükləyirlər. Ona görə bloger deyirik onlara. Vaxtaşırı yeni məlumat da yükləyir. Adi bildiyimiz blogerdir. Blog da o blogerin yerləşdirdiyi məlumata deyilir blog hissə. Dördüncü deyir ki, Gündəlik nədir? necə? Gündəlik nədir bəs? Gündəlik dediyim kimi, mən səsi bağlamışdır. Gündəlik, yəni ki, adi ticarətlə məşğul olan hər hansı bir şəxs. Belə başa düşün. Adi gündəlik deyəndə bu nəzərdə tutulur. Bir var blog, yəni bloger, sosial şəbəkə vasitəsilə, yəni kompüter, internet vasitəsilə, ona görə bu mövzuda var o. İnternet vasitəsilə dedim, öz biznesini qurur. Məsələn, öz işini qurur. Amma ki, həmin o dedikləri adi gündəlik isə, yəni adi gündəlikdə real həyatda ticarətlə məsəl üçün məşğul olan hər hansı bir insan və yaxud da real reklam işi ilə məşğul olan hər hansı bir insan nəzərdə tutulur. Dördüncüdə deyək ki, web forumlarda hansı mövzular müzakirə oluna bilər? İstənilən mövzular. Web proqramlaşdırmaya aid mövzular. Sanırım mövzu yox, orada artıq sırf Word-dən deyirsiniz siz, web. Məsələn, HTML-dir və digər saytlar yaratmaq üçün istifadə olunan proqramlardan söhbət gedir. Hə.
Beşinci maraqlı sual. Yəni asaddır. Müasir dövrdə baş verən proseslər hamısı 10-11. Deyir, Amazon.com hansı internet xidməti sahəsində fəaliyyət göstərir? Nədir müəllimlər Amazon.com? Brauzer Mənim deyil. alışveriş saytı deyil ora, yoxsa səhv eləyirəm. Bəli, alış-veriş saytıdır. Bəli. Hələ Amazon nöqtəsi mən baxıram, səhv eləmirəmsə, təbiət, həyat bilgisi kitabında da bu Amazon saytı haqqında yazıbdır. Bəli, ticarət üçün istifadə olunan saytdır. Hələ birazdan Temu da əlavə eləyəcəklər kitabında. Bilirsiniz müəllimə, hesab belədir ki, hesabı bilirik də, məsələn, məsələdir, Python'dır, onları işləmək olur. Bu nəzəriyyə belədir ki, ta gərək ən azından bir neçə il bu kitab dərsi ilə dərs keçəsən ki, onu mənimsəyəsən də, belə bir dəfə, iki dəfə kitab oxumaqla mənimsəmək olmurdu. Bilmirik necə olacaq şəxsən mən öz adıma ki, mən 10-11-də heç vaxt dərs deməmişəm. Çox problem var yəni bu nəzəriyyə ilə bağlı. Yox, Python falan o birisilər çox belə narahat eləmir məni. Bir dənə bu nəzəriyyələr çox narahat edir məni. yox müəllimə, çox belə narahat olmayın, həqiqətən. Götürün qəşəng, bax bunların arxada olan suallarınızı yazın və yaxud da bu sualca, bax bu baxdığımız bölmə götürün evdə, qrupa atıram bu sualları. Həll eləyin, cavablarını araşdırın, bölmədən tapın, yazın. Umarız ki, yaddan çıxmır. Əsaslardır qeydləri, aparın qayda dəftərinə. Vərəqləyin, təkrar eləyəndə hər dəfə qayda dəftərinə baxın. Çox asandır, həqiqətən 11-ci sinif kitabı deyərdim ki, 10-cu sinifdən qat-qat asandır. Həm mövzular, həm maraqlı mövzulardır, həm asan mövzulardır. Çox asan mövzular. Sadəcə bizə nə tələb olur? Biraz diqqətli olub oxumaq. Attım qrupa. Buyurun. Evdə mütləq həll eləyərsiniz. Yəni kimdə də yoxsa kitab, 8-ci sinif kitabı götürün, həll edin. Üzr istəyirəm, 11-ci sinif kitabı. Belə müəllimlər, sizi çox yormayım, artıq yekunlaşaq dərsimizi. Kimin sualı var, hansı hissəni başa düşmədisə, buyurun, zəhmət olmasa deyin.